Hmm, Burada münasibətdə cinsəllikdən bəhs edib ki, hər şey idealdır, amma qarşı tərəf kişi deyir ki, onun heç bir hissləri yoxdur, hissiyat yoxdur. Может ли быть так, что он меня любит, просто не осознает этого? Gözlentilər fərqlidir. 20 yaşlı qadına gəlib etiraf. Поезда, bu uzun etrafdı. Поезда у нас все еще было в порядке. Парень говорил, что ценит меня, проявлял внимание, но за последнее время произошло много ссор, и он начал писать, что не любит меня и вообще никого никогда не любил. Сказал, что весь этот год мы не были в отношениях, что это была иллюзия, что ему это не нужно, и он хочет быть один. При этом он продолжает уделять мне время. У нас bizdə cinsəllik barədə hər şey yaxşıdır. Öpüşlər, kucaklaşmalar. Ему нравится моя забота. За эти 3 недели я несколько раз говорила, что мне не хватает внимания. Сначала он ответил, taktilnizdə qucaqlanmaq bəzən ehtiyacları qarşı tərəfdən eyni olmaya bilir. Toxunsal bireylər var da, toxunulmasını istəyirlər. За эти 3 недели я несколько раз говорила, что мне не хватает внимания. Сначала он ответил, что мне нужно найти себе дело и не зацикливаться. А позже прямо сказал, что не любит меня. При этом в общении все как обычно, сердечки, теплый тон. Сегодня мы снова говорили, и он сказал, что не хочет портить мне жизнь, потому что не хочет семьи, детей. Но мне самой этого тоже не нужно. Он сказал, что готов дружить, хотя между нами явно не дружба. В целом разговор был скорее положительным. Мы договорились, что все будет как раньше, как мы проводили время и общались. Он сказал, что не уйдет, но я так и не поняла, что между нами. Мы вроде пара, но он боится отношений. Kaçıngan bağlanmadan söhbət gedir də burada. Bağlanma tipləri var. Он любит одиночество и покой, а я наоборот. Мы говорили о дальнейшей жизни. Күлебесіз necə öfürürsəz gəlir. Жизни и решили обсуждать это потом, а пока жить настоящим. Он не против моей любви, успокаивал меня и в конце сказал, что любит. Он очень честный, но травмированный человек. Может ли быть так, что он меня любит, но не осознает этого? Bu da insan özünə dediyi yalanlardan biridir, xüsusən qadınların. Onlarda emosional bağ yaranır. Karşı tarafta ise yarana bilmir. Или не хочет понимать, потому что боится причинить боль. Все-таки он бы не был рядом, если бы ничего не чувствовал. Он целует меня, поддерживает. Раньше даже во время ссоры он не говорил, что все было иллюзией и неправдой. Он очень ленивый человек, стал бы он что-то выяснить и разбираться, если бы я была ему не важна, но при этом он сам говорит, что это не любовь. Bu etraf da bu şəkildə idi. İndiyə qədər oxuduğumuz ən uzun etraf idi. Münasibətləri aydınlaşdırmaqla bağlı olan və o xarakterdə olan etraf idi və bunu biz çox xoşlayırıq əslində. Yəni öz münasibətlərimizdə bəzən o da problemlər yaşanılır ki, başqalarının münasibətlərini belə açıq bir şəkildə önümüzə təqdim olunanda çox yəni yaxşı gəlir də, bəzi şeylər tanış gəlir, bəzi şeylər tamamilə yad gəlir və bəzi hallarda başqasının necə vəziyyətdən çıxdığını bilmək istəyirsən. Adətən öz işini sevən insanlar deyirdilər, bizim qrupumuz var, biz hər gün qarşılaşdığımız çətin məqamları bir-birimizlə paylaşırıq. Bunu deyəndə ən çox ağlınıza kimlər gəlir? Yəqin həkimlər gəlir, yəqin hər sənət sahibləri ola bilər. Tutaq ki, bilmirəm, ağlımda bir sənət sahibi peşə adı var, amma nədənsə açıqlamaq istəmirəm. Yəni ən çox diqqət tələb edən, ən çox əsəb gərginliyi yaradan bütün peşələr, hansı ki, sıx insanlarla təmas halındadır. Həmin peşələri misal çəkmək olar. Ağlınıza gələn hər hansı bir nəqliyyat vasitəsinin idarəsi olsun və ya elə insan psixologiyası olsun və ya uşaqlarla bağlı məsələlər olsun, elə öyrətmə prosesi olsun, müəllimlik olsun. Yəni başqa hansı peşə ola bilər? Kosmetoloq, həkimlərin içində onu qeyd elədik. Yəni
bayaq bir şey oxuyurdum. Deyirəm ki, bəzən bunu mən demirəm, əslində zaman-zaman qarşılaşdıqca hər kəs deyir ki, öz dilimizdə oxuyuram cümləni, anlaya bilmirəm də. Bunu konkret bir sənət sahibi lazımdır ki, gəlib bu cümləni mənə tərcümə eləsin ki, o hər daim bu cümlələrlə, anlaşılmayan bu cümlələrlə haşır-neşir halındadır və yəni oxuyursan öz dilində cümləni, həqiqətən başa düşmürsən ki, burada nə demək istəyib. Cümləni o qədər belə-belə fırladıblar da, yəni qeyri-mümkündür. Dərd orasıdır ki, sən o cümlələrin o halda olması və onun adını çəkən, sənə yada salan bir insanlar tərəfindən də eyni ilə, yəni o şəkildə deyilir. Yəni bilinmir ki, nə deyir də adam, qarşındakı adam nə deyir, bilinmir. Yəni qarşındakı adam sadəcə sənə kömək edirmiş kimi göstərir, amma əsla və əsla bunu eləmir. Güya borcudur bir şeyləri sənə xatırladır, neynir, amma yəni heç bir şey yoxdur da ortada. Nə sən anlaya bilirsən. Təbii ki, sən bir şey münasibət bildirirsən ki, bunu nəzərdə tutursan, mənim sualıma cavab ver. Ən böyük bacarıq odur da, sualın cavabını bilməyəndə sualdan qaçırsan, biləndə artıq müəyyən şeylər deyirsən. Bu da hər addımda, hər peşədə rastlanan bir durumdur, amma yəni biz qarşılıqlı bir şey fikir mübadiləsi aparırıqsa anlaşa bilməliyik də, anladığım dillə danış da, yəni biri belə deyir, biri elə deyir, o birisi elə deyir. Burada sadəcə yəni vaxt keçsin də, vaxt keçsin, bitsin. Başqa bir burada həll yolu yoxdur.